Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Ulu Öndər Heydər Əliyevin 102-ci il dönümü münasibətilə böyük tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Pedaqoji Kollecinin foyesində təşkil olunan sərgidə Qərbi Azərbaycan adət-ənənələrini özündə əks etdirən əşyalar, geyimlər, xalçalar, musiqi alətləri, müxtəlif şirniyyat növləri, kitablar və tələbələrin əl işləri tədbir iştirakçılarının diqqətini xüsusilə cəlb edib. Daha sonra onlar saz musiqisinin sədaları altında zala daxil olaraq tələbələrin və müəllim kollektivinin ölməz dramaturqumuz Cəfər Cabbarlının 1905-ci ildə piyesinin motivləri əsasında hazırladıkları Dünya Vətəndən Başlayır adlı kompozisiyasını seyr ediblər. Mən bilmirəm bunlar nə istəyirlər. İki vəhşi milləti birləşdirək ki, bizi, Rusiyanın doğma oğullarını qırsınlar. Tökənlərlə Cəfər Cabbarlının ölməz 1905-ci il əsərindəki Eyvaz obrazının bu sözlərindən nəticə çıxarmalıdır. Mən düşmənəm sizin insan əti yiyən iki başlı qartalınıza. Bugün deyilsə, sabah o milyonlar torpaqdan baş qaldıracaq və sizin qanlı taxt-tacınızı başınıza çevirəcək. Mən buna öz varlığım kimi inanıram. Böyük Üstad Cəfər Cabbarlı. Mən tərif yazmadım heç zaman sənə. Amma qınamadın vətən sən məni. Birinci tərifdir yazıram sənə. Bilirəm, peşman etməzsən məni. Sinəsi dolanmasın, ölməsin bu torpaq. Yaşa, 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 yaşa mənim xalqım. Tamaşa başa çatdıqdan sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Professor Cəfər Cəfərov tələbələrə və tədbir iştirakçılarına təşəkkür edərək deyib ki, Qərbi Azərbaycan torpaqları bizim əzəli və əbədi dədə-baba yurdumuzdur. Rektor keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb tələbələrə öz tövsiyələrini verib. Müasir dövrdə yalnız bilikli olmaq kifayət eləmir. Onun o yetişən gəncin ürəyində bir vətən yanğısı da olmalıdır. Onu da bədii sözün, bədii sənətin gücü ilə eləmək mümkündür. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri, əslən Qərbi Azərbaycandan olan Bəxtiyar Nəbiyev çıxışında öz doğma yurdu ilə bağlı xatirələrini danışıb. O səhnə mənim gözümün qarşısındadır. Kövrəlməyə bilərəm, mənim 10 yaşım var idi. Biz mühasirəyə alınmışdıq bir ildən çox bir zaman ərzində. O kəndimizi, doğma ata-baba yurdumuzu tərk etdim, amma valideynlərim və Azərbaycanlılar bir müddətdən sonra öz doğmalarımızla Qazaxda biz görüşə bildik.
Daha sonra Cəfər Cabbarlının nəvəsi Qəmər xanım Bağırova çıxış edərək kollec kollektivinə tədbir iştirakçılarına Cabbarlı Ocaq adından dərin minnətdarlığını bildirib. Kollecin rəhbərliyinə, tələbələrə və məsələ müəllim sizə doğrudan da bu tədbirin hazırlanması, o vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasında, Azərbaycançılıq, vətən sevgisinin təbliğində çox mühüm və bir daha minnətdaram, təşəkkür edirəm, çox sağ olun. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini əslən Qərbi Azərbaycandan olan Sevda Axundovanın təşkilatçılığı ilə keçirilən tədbirdə özü də uşaqlıq xatirələrindən danışdı. Azmışam, yolumu tapa bilmirəm, bir anlıq xəyalın atına minib, ötən illərimə çata bilmirəm. Köçkün, bizə köçkün deyirlər, hanı bizim Göyçəmiz? Hanı bizim dərələyəzimiz, hanı bizim Vedibasarımız, Çiçək kənd, Ağababa, hanı Ulu Öndərin davamçısı, Ali Baş Komandanın 44 gün ərzində Qarabağımıza bizə qovuşturduğunu yaxşı bilirik. Biz əminik ki, əzəli torpaqlarımıza damla-damla da olsa dönəcəyik. Qoyub getdiyimiz ayaq izlərinin üzərindən bir də keçəcəyik. Qərbi Azərbaycan, Azərbaycandır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Fikrət Rzayev, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, deputatlar Samir Vəliyev və Göydəniz Qəhrəmanov, Yasamal rayon Həmkarlar Təşkilatının sədri Rövşən İbrahimov, Zəngəzur TV əməkdaşları iştirak edib. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.